İnsanın problemi olar da, problemsiz insan olmaz ki. Əgər bir nəfərin problemləri azalıbsa, deməli insanlığı azalıb. Bir nəfərin bəlaları azalıbsa, deməli insanlığı azalıb. Allahla olan münasibətlərində bir soyuqluq əmələ gəlib. Həzrəti Musa bir ay xəstələnmədi. Oturdu, ağladı, şikayət elədi. Özündən Allaha. Dedi, Allah mən neynəmişəm ki, bir aydır məni xəstələndirmirsən. Bəzən elə bilirik ki, xəstəlik Allahın lütfüdür. Həzrət Peyğəmbər buyurur, xəstə bilsə xəstə olduğu halda çəkdiyi ahlara görə nə qədər günahları bağışlanır. Bir dənə duası olar Allahdan, Allah mənə şəfa vermə. Bəzən elə bilirik ki, məsələn, xəstələnəndə, nə oldu ya, elə mənə gəldi, çatdı bu. Allahın lütfüdür bir dənə. Kimsə xəstələnmirsə, Allah'a şikayət eləsin ki, Allah nə oldu ki, məni yaddan çıxartdın? İnsan xəstələnmək üçündür da. İnsan problem yaşamaq üçündür da.